1 dekabr 2025-ci ildir və həftənin bazar ertəsi gündür dəyərli izləyicilər. Əli Kərimlinin hansı maddə ilə ittiham edildiyi üzə çıxdı? MTV işindəki yeni detalları sizinlə bölüşürəm. Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatla saxlanan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin nədə ittiham edildiyi məlum olub. Günün Səsi info xəbər verir ki, Cinayət Məcəlləsinin 278.1, yəni hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlət konstitusiya quruluşunu zorla dəyişdirmə maddəsi ilə şübhəli şəxs qismində Əli Kərimli tanınıb. AXCB sədrinin ifadəsi alınıb və böyük ehtimalı o bugün təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunacaq. Qeyd edək ki, Əli Kərimlinin ittiham olunduğu maddəyə görə 12 ildən 20 ilə qədər müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Və xatırladaq ki, Əli Kərimli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdievin cinayət işi üzrə istintaqa cəlb olunub. Dəyərli izləyicilər, istintaqla bağlı bugün yeni xəbərlərin olacağı bildirilir, anonslar verilir və bu həftə ümumiyyətlə qaynar xəbərlərlə dolu keçəcək. Gözünüz TV müsavatda olsun. Ən son xəbərlərdən biz sizi xəbərdar etməyə çalışacağıq dəyərli izləyicilər.